Son zamanlar bu TikTok'da canlı yayım açıb bəzi qardaşlar insanlarla birbaşa dinimiz barəsində danışırlar, sual-cavab aparırlar. Və ən böyük problem də budur ki, əksəriyyəti bu sual-cavabı sanki bir elm tələbəsi, elm əhli kimi aparır. Və bir çox hallarda da qarşı tərəf olan başqa firqələrdən olanların nümayəndələrlə bu böyük bir mübahisələrlə bitir. Xahiş edib bu barədə bir kəlmə deyərsən. Ümumiyyətlə, birinci bunu qeyd edim ki, dinimiz mübahisə etməyi din mövzusunda bunu qadağan edir, bəyənmir. Digər tərəfdən, əgər din barədə danışan insan ümumiyyətlə dini savadı olmalıdır. İndi kimsə təbliğat dəvət eləmək istəyirsə, hansısa mövzuda danışmaq istəyirsə, bəli, mən deyərəm ki, o da ki, kim dini mövzuda savadlı olan, dini təhsili olan və s. düzgün əqidəli insan danışırsa, bu başqa məsələ. Amma ümumi sual-cavab açmaq və orada mübahisə etmək və s. sözsüz ki, düzgün deyil və bu demək, insanlarda əgər insanın savadı yoxdursa, yanlış fikirlər söyləyərsə, bu həmçinin bütün İslam və həmin onun danışdığı o, deməli, kimə ki, özü nisbət edir, məsələn, kimlər ki, adından, ki, əhl-i sünnə adından danışırsa, əgər səhv danışsa, bütün əhl-i sünnəyə deməli, aid ediləcək onun səhvləri. Ona görə də düzgün deyil. Mən belə görürəm ki, bu səhvdir. Xüsusən əgər mübahisəyə yol açırsa, bu düzgün fikir deyil. Dindən yalnız kimlər danışmalıdır? Buna elmi çatan insanlar, elmli insanlar. Din biraz belə həssasdır. Özünüz görürsünüz, dindən bu saat istifadə edirlər. Hamı danışır. İnsanları öldürmək üçün dindən istifadə edirlər. Cəmiyyəti korumaq üçün dindən istifadə edənlər var. Pul qazanmaq üçün dindən istifadə edənlər var. Nə bilim, ad qazanmaq üçün dindən istifadə edənlər var. Cürbəcürdür. Ona görə din biraz həssas mövzudur. Xüsusən indi özdə fitnədir. Hər söz fitnəyə səbəb ola bilər. Yəni, hər kəs məsuliyyət daşımalıdır.